Arılamaya başlayanda yola verdiğimiz 5 səhv. Birincisi, protein yeterince istifadə edilmemek. Protein yumurta, et vəziyyətində və digər məhsullarda olmaqla bərabər bizim həm toxluğumuzu, həm əzələ kütləmizi, həm də saç dökülməyimizin qarşısını alan ən vacib vasitələrdən biridir. İkincisi, yeterince su içməmək. Su bizim bütün maddələrin mübadiləsində ən vacib rol oynayan bir maddədir. O yüzden aralamaya başlayanda suyu yeterince tüketmeniz lazım. Üçüncüsü, az hərəkət eləmək. Hərəkət mütləqdir, hərəkət şərtdir və bütün diyetlərdən mütləq şəkildə bərabər olması lazım. Dördüncüsü, mütləq şəkildə mən daxil olmaqla hər birimiz vaxtında vitaminlərdən istifadə eləməsi lazım. Vitaminlər bizim üçün önəmlidir və heç də bizim bütün qidalarımızda yoxdur. O yüzden onun kənardan istifadə eləmək vacibdir. Beşincisi və sonuncusu, öz nəticələrinizi başqaları ilə müqayisə eləmək. Heç vaxt bunu etməyin. Çünki hər bir insanın maddələr mübadiləsi fərqlidir və çəki verməsi fərqlidir. O yüzden özünüzü yalnız özünüzlə müqayisə edin. Nəticələrinizi özünüzə görə dəyərləndirib əldə edin. Faydalanın.